Deməli, məsələdə F 30 Newtondur. Özdəki bərabər sürətli hərəkətdir. Bu deməkdir ki, əvəzləyici qüvvə sıfırdır, təcrid sıfırdır. Sürtünmə əmsalında veriblər 0,5. Kütləni bizdən soruşur. Deməli, ağırlıq qüvvəsini göstəririk. Onun 2 dənə proyeksiyası var. Bucağı biçik olan kosinus, digəri sinus. Cisim əgər yuxarı qaldırılırsa, onda burada sürtünmə də var. Əks istiqamətdə. Əgər bərabər sürətlə hərəkət edirsə, onda belə çıxır ki, mc sinus alfa ilə F sürtünmənin cəmi 30-a bərabərdir. F özləyicinin 0 olması üçün. M-i bilmirəm, J 10-dur, sinus alfa 0,6-dır. F sürtünməni də yerinə yaza bilərik. N. N-in yerində burada nə durur? N-in nə ilə əvəzləmək var? mc kosinus alfa ilə. Olacaq mc kosinus alfa. 0,5 m j 10'dur. Kosinus alfa da 0,8 bərabərdir 30. Buradan da tapırıq ki, kütlə 3 kiloqramdır.